mən bu günləri itkin şəhid Əmrov Vaqif Müftulluğunu gilləyəm, doğma əmimdir. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Əmrli Tofiq mənim əmim oldu. Günənləri Ağdaşda oldum, şəhid ocağını ziyarət elədim, bu gün də bura gəlmişəm. Allah bütün şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət olsun. Biz yaşayırsa şəxsən bunların sayəsində nəfəs alırıq. Allah qazilərimizə can sağlığı versin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Şəhid ailələrinə Allah səbir versin. Mən bütün şəhidlərlə fəxr edirəm. Özümə söz verirəm ki, inşallah nə qədər nəfəsim gəlir, haçan işim olmadı, Bakıdan gələndə gedib bütün şəhid ocaqları ziyarət edəcəm. Allah bütün şəhidlərimizi yenə deyirəm, rəhmət eləsin, məkanları cənnət olsun. Bəli, biz yaşayırıqsa, bunların sayəsində yaşayırıq. Yenə də deyirəm, bu mənim doğma əmimdir. Əmrov Vaqif Müftulluğu, Tofiq Əmrli də mənim əmim oldu. Allah bütün şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət olsun. Allah bütün şəhid ata-analarına səbir versin.